Qaynar xəttimizə daxil olan növbəti müraciət Salyan rayonunun Həsənli kəndində yaşayan Çingiz Soltanovdandır. Uşaq yaşlarından epilepsiya xəstəliyindən əziyyət çəkən vətəndaş illərdir ki, sağlamlığı ilə mübarizə aparır. Onun sözlərinə görə müxtəlif xəstəxanalarda, fərqli həkimlərdə müalicə alsa da xəstəliyin qarşısını almaq mümkün olmayıb. Əksinə, zaman keçdikcə vəziyyəti daha da ağırlaşıb. Çingiz Soltanova 1993-cü ildə 3-cü qrup əlillik təyin edilib və dövlət tərəfindən müvafiq pensiya ödənilib. 2015-ci ildə isə tibbi komissiyanın qərarı ilə vəziyyətinin ağırlaşdığı nəzərə alınaraq ona 2-ci qrup əlillik təyin olunub. Lakin 5 il sonra əlillik pensiyası dayandırılıb. Pensiya kəsildikdən sonra ona ayrılan imtiyazlı dərman preparatlarının da verilməsi dayandırılıb. Axırıncı dəfə o reseptə 140 manat, 180 manat dava dərmana xərcim çıxdı. Əmək qabiliyyətini itirdiyini deyən vətəndaş bildirir ki, dərmanlarını ya aptekdən nisiyə alır, ya da yataq xəstəsi olan anasının aldığı pensiya hesabına əldə edir. Əlillik pensiyasının bərpası üçün vətəndaş yenidən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Lakin onun sözlərinə görə bu dəfədə imtina cavabı alıb. Səbəb göstərdiniz, yəni 8 saat EEG aparatının altında qalmalısan. Dedim, xanım, mən orada EEG aparatının altında nətər qala bilərəm? Elə bir olmadı belə, oldu belə. Ürəkdir də, bir saat belədir, bir saat. Bərpa olunsun ki, mən ailəmi saxlayım, özümü, ailəmi öz dərmanlarımı Məsələ ilə bağlı adı çəkilən quruma rəsmi sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, qərar qüvvədə olan qanunvericiliyə və tibbi ekspertiza rəyinə əsasən verilib. Salyan rayon sakini 1973-cü il təvəllüdlü Soltanov Çingiz Qəhrəmanoğlu'nun əlilliyi 12-si 1-ci ay 2026 və 9-u 2-ci ay 2026-cı il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən qiymətləndirilib. Hər iki müayinə nəticəsinə əsasən diaqnoz 50 səviyyəsində olmadığı müəyyən edilib. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Diana Cəlali, Space TV, Salyan.